Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Xoş gördük hamınızı və əvvəlcədən hamınıza demək istəyirəm ki, mənim əzizlərim, belə şey olmaz valla. 700 min baxışdan 15 min, 20 min bəyənmə olur. Çox xahiş edirəm. Əgər illərinizlə bağlı da məlumat almaq istəyirsinizsə, bu paylaşım kimin qabağına çıxırsa, zəhmət olmasa, baxırsınız, diqqətlə baxırsınız. İzləyirsiniz, heç olmasa bir dənə oradan like edin. Bəyənin ki, altından da yorumlarınızı yazın ki, artıq güclərdən qutaraq illərə keçək. Çünki bu il 2025-ci il ilan ilə əsasən illərə üstünlük verəcək. Ona görə də bəyənin, paylaşın, altından yorumlarınızı yazın və xahiş edirəm orada o gördüyünüz o qırmızı gün işarəsini basın, təqib atın, bəyənin, paylaşın, paylaşan, bəyənən, like eləyən, təqib atan insanları Allah qorusun və Allah bütün arzu niyyətlərinizə çatdırsın. İndi isə keçirik tərəzi bürcü altıda doğulanlara. Tərəzi bürcü altında doğulanlar doğrudan da çox mənfəətli insanlardır. Tərəzi bürcü altında doğulanlar, tərəzilər biraz yaxın oturun, yaxın. Sizə quzu kəsərəm. Tərəzilərin xasiyyəti eynilə valla əkizlərin xasiyyətindən uyğundur. Ona görə də tərəziləri çox sevirəm. Tərəzi bürcü altında doğulanlar uğursuz ulduz altında doğulmayıblar. Sadəcə tərəzi bürcü altında doğulan insanların qəlbi Allahdan bağlıdır, ürəyi Allahla bağlıdır və ona görə də Allah onları xəstəliklərdən, şeytandan, pis hadisələrdən, pis xəstəliklərdən Allah özü qoruyur və tərəzilərin duaların Allah eşidir. Onların qəlbləri təmiz, əməlləri saf və arzu niyyətləri həmişə saf olur. Heç kimə pisliyi arzulamırlar. Tərəzi kişiləri çox ehtiraslı, şəhvətli olduqlarına görə tez evlənməyə meyl edirlər. Və bu tez evlənmək də tərəzi bürcü altında doğulan kişiləri demək olar ki, məyus edir. Çünki tərəzi bürcü altında doğulan kişilər ehtiras, şəhvət və sevgini qarışıq salırlar. Və ailə qurduqdan sonra görürlər ki, yox, bu ehtiras, şəhvət gedib, amma sən demə, bu sevgi deyilmiş. Bu ehtiras, şəhvət deyilmiş. Və ümumiyyətlə tərəzi bürcü altında doğulan xanımlar da gözəl xanımlar olur. Qəlbi təmiz, Allaha bağlı, ürəyi niyyəti təmiz, saf. Əgər Azərbaycanı axtarsaq, bax, məni izləyən hamı var burada, bütün bürclərdən var. Azərbaycanı axtarsaq, tərəzi bürcü altında doğulan, istər xanımların, istər bəyləri, əsas da xanımların, inanın 50%-nin ya nişanı qayıdıb, ya ərə gedib əri tez ölüb və yaxud da ailəsi bir və yaxud da 2 dəfə alınmıyor. Çünki tərəzi bürcü altında doğulan xanımlar sevgiyə məruzdular. Onlar sevdikləri insanlardan xəyanət görürlər. Və tərəzi bürcü altında doğulan xanımlar çox məsum xanımlardır. Onlar ancaq dərdlərin Allaha deyirlər, Allahdan imdad istəyirlər. Ona görə də bəzilərinin işi çox çətinliklə alınır. Və tərəzi bürcü altında doğulan xanımlara da, bəylərə də onu demək istəyirəm ki, mənim əzizlərim, nə qədər erkən ailə quran tərəzi bürcü altında doğulan xanımlarımız və bəylərimiz varsa, çoxsu yarısı deyirəm də 50%. 50% bəlkə də xoşbəxtdir, hər şeyi gətirir. Amma o tərəzi bürcü altında doğulan 50% xanımlara və bəylərə deyirəm ki, nə qədər ümumiyyətlə tərəzi bürcü altında doğulanlar var, gec ailə qursanız, o qədər xoşbəxt və bəxtəvər olarsınız. Çünki tez ailə quran tərəzilərin həmişə ailələrində nə ya problem olur, ya çatışmamazlıq olur, ya dığdıq olur. Demiyorlar ki, məhəbbətləri sona qədər sürmür. Yarısını deyirəm, elə tərəzilər də var ki, bir də xoşbəxtdir. Amma xoşbəxt tərəzi bürcü altında doğulan xanım və bəy varsa, doğrudan da xoşbəxtdir. Çünki tərəzilər həmişə, necə deyim, haqsızlıqlarla üzləşir. Tərəzilər həmişə, necə deyim, ayaqlarının altını qazan insanlarla üzləşir, mərdimazarlarla üzləşir. Sevgiləri yarımçıq qalır. Tərəzilərin xanımları gözəl, dəyərli, sevgi dolu xanımlardır. Bəyləri də ki, romantik və ehtiraslı şəhvətlidirlər. Amma
Buna baxmayaraq çox gözəl qəlbə malik və əsl insani keyfiyyətlər tərəzilərdədir. İndi gəlin görək 2025-ci il İran ili tərəzilərə nələr vəd edir. Xahiş edirəm, bəyənin, paylaşın, təqib atın. Bax bunları eləyin, zəhmət olmasa. İlləriniz haqqında da gör nələr deyəcəm hələ sizə. Deməli, tərəzi bürcü altında doğulan insanlar 2025-ci il, yəni mart ayının sonundan, bu ayın mart ayının sonundan düz 2026-cı ilin fevral ayının 16-sına qədər İlan ili davam edəcək. Görək sizi nə gözləyir. 2025-ci il tərəzilərin hafizəsində parlaq hadisələrlə, lazımlı tanışlıqlarla, maraqlı səyahətlərlə yadda qalacaq. Yəni çox gözəl bir il olacaq tərəzilər üçün. Ən əsası dəyişikliklərdən qorxmaq lazım deyil. Gələcəyə cəsarətlə baxın tərəzilər. Pessimiz olmayın, optimist olun. Çətinliklərlə aktiv mübarizə aparmaq, hadisələri öz axarına buraxmaq lazım deyil. Çünki hələ deyin ki, Allahdan buyruq, ağzıma buyruq. Yox, tərəzilər, qorxmayın. Çünki 2023-cü il, 2024-cü il sizin üçün çox da uğurlu gəlməyib. Amma inşallah bu illəri sizin ağlar gözünüz güləcək, sınıq qəlbiniz sevinəcək inşallah. İlin ilk aylarını mümkün qədər sakit keçirmək daha yaxşı olar. Məhəbbət sahəsində də dəyişikliklər gözlərilir. Tərəzilərin ən yaralı yerləri məhəbbətdir. Bu illəri inşallah məhəbbətinə çatmayanlar bu illərin məhəbbətinə nail olacaqlar. İstər ailəli tərəzilər olsun, xoş hadisələrlə zəngin olacaq həyatınızda. Subay tərəzilər, subay deyəndə, məsəl üçün subay bəylər və oğlanlar, bəylər və xanımlar, ailəsi dağılmış xanımlar və bəylərə də gözəl günlər və məhəbbət dolu, romantik bir il olacaq sizin üçün. Bu əsasən bürcün subay nümayəndələrinə aiddir. Gözlənilməz görüşlər, parlaq məzaraların hətta toyla nəticələnməsi mümkündür. Əgər doğrudan da tərəzi bürcü altında doğulan xanımlarımız, bəylərimiz, sevdikləri bir insanlar varsa, bu toyla, düyünlə nəticələnəcək. Arxain ola bilərsiniz. Sevin ki, seviləsiniz. Elza Seyid Cahan demişkən. Gözlənilməz görüşlər, parlaq məzaraların hətta toyla nəticələnməsi mümkündür. %100 arxain olun. Evli tərəzilərin isə ailəsində artım gözlənilər, yaxud ayrılıqlar baş verə bilər. Çünki ailələrində söz-söhbət olan tərəzilər biriniz od olanda biriniz su olun. Bir balaca dilinizin altına qənd qoyun. Yoxsa ailənizdir dağılar. Amma ailəli tərəzilərin hətta neçə illər evladı olmayanların belə evində artım gözlənir. Hətta kimlərinsə oğlu varsa, qızı yoxsa oğul evladı pay olacaq. Və kimlərinsə necə deyim, oğlu yoxdursa, qız evladı istəyirsə, arzulayırsa olacaq. Yəni, yetər ki, Elza Seyid Cahan demişkən, çalışın, sevin ki, seviləsiniz. Sevişin ki, sevəsiniz. Yəni, tərəzilər, sizi çox gözəl, ona görə də əhvalım gözəldir. Xoş xəbərlər deyəndə özüm də sevinirəm. Ona görə də tələsməyin, əl-ayağa düşməyin, hisslərinizlə hərəkət etməyin, bütün hərəkətlərinizi ölçüb biçin. Tərəzilərə bircə söz deyirəm ki, öz hərəkətlərinizi ölçün, biçin, 100 ölçün, 1 biçin. Və bir baş ağıllıdır, 2 baş ondan da ağıllıdır. Nəsibə Zeynalova demişkən rəhmətli. Ona görə də bir işi görəndə mütləq məsləhətləşin. Məsləhətli don yenə olar. Özünüzü ağıllı sayırsınız, bəli. Amma bilin ki, sizdən də ağıllı var. Ona görə də bir işi görəndə, xüsusən də biznes qurmaq istəyənlərə aiddir bu, pul yatırımı eləyənlərə aiddir, borc verənlərə, borc alanlara aiddir, bankdan kredit götürənlərə aiddir, karyera quranlara aiddir. Çalışın, çalışın. Mütləq və mütləq məsləhətləşin və işi görün və sonunda %100 buna siz nail olacaqsınız. Tərəzilər, mən sizi öpürəm, bağrıma basıram. Allah sizi qorusun, Allah sizin yar və yardımcınız olsun. İl sizə əla gələcək tərəzilər. Öpürəm, bəyənin, paylaşın və təqib atmağı da unutmayın. Allah sizi qorusun və ekranı bəyənən, paylaşan, təqib atan insanlara dərin minnətdarlığımı bildirirəm. İnşallah illər haqqında da məlumat verəcəm. Allah sizi qorusun tərəzilər. Sevirəm sizi.
Vallahi sevirəm.